Bu videoda SNL proqramında qeydiyyatdan keçmə, daxil olma və ödəniş mərhələlərini göstərəcəm. Öncəki videoda yüklənmişdik və bu ikon gəlir gördüyünüz kimi. Həmçinin vergi saytına daxil olduqda SNL və toplu qayma butonlarının gəldiyini görəcəksiniz. Öncə ikona toxunuruq. Burada qeydiyyat butonuna vururuq. Bizi saytın qeydiyyat hissəsinə yönləndirir. Burada məlumatları doldururuq. Və qeydiyyatdan keçirik. Qeydiyyatdan keçdikdən sonra daxil oluruq. Və gördüyünüz kimi avtomatik olaraq 3 günlük sınav müddəti aktivləşir. Bundan sonra 3 gün müddətində istifadə edə bilərsiniz. Və yaxud da burada paket al butonuna toxunaraq saytda ödəniş mərhələsini keçirsiniz. 1 aylıq, 6 aylıq və 1 illik paketlər götürə bilərsiniz. Fərq ondadır ki, 1 və 6 aylıq paketlər sadəcə bir kompüterdən istifadə üçündür. Limitsiz şirkət sayı. 1 illikdə isə 2 kompüterdən istifadə edə bilərsiniz və həmçinin yenə də 1 il istənilən qədər istifadə edə bilərsiniz 2 kompüterdən. Paket seçdikdən sonra işarə qoyuruq və ödənişə keçirik. Və burada kart məlumatlarını daxil etdikdən sonra təsdiq etdikdə avtomatik olaraq hesabımız aktivləşir və istifadə edə bilərik. Paket aktivləşdirdikdən sonra burada həmin müddəti görəcəksiniz və hal-hazırda sınav müddətidir. 3 gün pulsuz istifadə etmək olar.